Sumqayıt mövsümün fiyaskolarından biri oldu. Büdcəsi Şamaxı FK-dan 3 dəfə çox, 9 milyon 178 min manat olan komandanın başqa adı yoxdur. Bəlkə də klubun prezidenti Riyad Rəfiyev üçün bu mövsüm jurnalistlərlə məhkəmə çəkişməsində qalib gəlmək daha önəmlidir, nəinki komandası ilə uğurlu nəticə qazanmaq. 9 milyonluq fiyaskonun başlanğıcı mövsümün əvvəlində qoyuldu. İlk 3 turdan ikisini qazanan Gənclik şəhərinin komandası sonra ardıcıl 7 oyun qələbəsiz qaldı. 6-cı belə qalibiyyətsiz maçdan sonra baş məşqçi Samir Abbasov gözlənilmədən Sumqayıtdan ayrılıb Neftçi ilə müqavilə bağladı. Bəlkə də Samir Abbasovun fikri bir neçə həftə əvvəldən Neftçidə qaldığından Sumqayıtı taleyin ümidinə buraxmışdı. Klubun Gənclər komandasının baş məşqçisi Vaqif Cavadovun Samir Abbasovun yerinə gətirilməsi birmənalı qarşılanmadı. Məncə bu riskə görə Sumqayıt FK-nın rəhbərliyini alqışlamaq olar. Cavadov debüt maçında Turan Tovuza uduzsa da növbəti 6 oyundan 4-ündə Səbail, Sabah, Şamaxı və Neftçiyə qalib gəldi. Kubokda Moyiki mübarizədən kənarlaşdırdı. Lakin xoş günlərin ömrü uzun sürmədi. Nə az, nə çox, düz 11 oyun. Qələbə bir yana, qol belə vura bilmədi Vaqif Cavadovun komandası. Sonradan enişli yoxuşlu qrafiklə Sumqayıtlılar elitada yerini qoruya bildi. Sumqayıtın bəxti onda gətirdi ki, Səbail və Kəpəz daha ağır vəziyyətli idi. Əks halda komanda 1-ci liqaya da düşə bilərdi. Vaqif Cavadov isə rəhbərlik qarşıdakı mövsümdə şans verməyə risk etmədi və mayda onunla müqaviləyə xitam verildi. Kluba vaxtilə baş məşqçi olmuş Belaruslu Aleksey Baganın qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Riyad Rəfiyevdən belə sürpriz qərarlar, addımlar gözləniləndir. Ola bilər. Ümid edək ki, Sumqayıt gələn il 9 milyon manatı, bəlkə də daha çox pulu küləyə verməyəcək, büdcəyə uyğun nəticə göstərəcək.